İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Həftənin 4-cü günü olduğuna görə bu deməkdir ki, bizim studiyamızda yüksəliş müsabiqəsinin daha bir qalibi olacaq. Həm söhbətimiz isə 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən olan Səbuhi Göyüşovdur. Necəsiz Səbuhi? Çox sağ olun, yaxşıyam. Siz necəsiz? Təşəkkür edirəm. Biz Səbuhi ilə bugün intellektual oyunlardan məhz danışacağıq. Ümumiyyətlə oyunlarla aranız yəqin ki, yaxşıdır da. Bəli. Mən artıq 15 ildən çoxdur ki, intellektual oyunların içərisindəyəm, oynayıram demək olar. Hər bir intellektual oyun üzrə həm iştirakçıyam, həm sual yazıram, arada jüri oluram, arada aparıcı oluram. Ən çox hansı rol xoşunuza gəlir? Sual yazmağı daha çox bəyənirəm. Amma hardakı sənin sualını daha sonra alqışlayırlar və ya bəyənirlər. O tənqid olunanda o qədər də çox risk çoxdur ki, tənqid olunacaq. Bəzən insanlar zövqləri müxtəlifdir axı. Bəzən sən hər hansı bir fakt oxuyursan, hər hansı bir söhbət görürsən və bu sənin çox xoşuna gəlir və sən bundan sual yazırsan və bəzən test etdirmirsən heç sualı, əvvəl o testerlərə test etdirmək lazımdır. Və doğrudan da bu yalnız sənin zövqün olur və başqa heç kimin zövqü olmur və heç kim də bəyənmir. Siz sual yazıram deyəndə bu kiməsə kənardan çox sadə görünə bilər. Adam elə bilər ki, sual yazmağa nə var ki? Amma bu mən sadəcə bir müddət bununla məşğul olduğuma görə başa düşürəm ki, əslində ən çətin işlərdən biridir. Çox qısa müddətdə məşğul olmuşam. Başa düşürəm ki, mənlik deyil. Çünki bizə elə gəlir ki, hər hansısa bir maraqlı fakt eşidirik, nə isə biliriksə onu çox rahat sizin əslində oyunlara görə dəyişir, hansı oyuna necə sual yazmaq lazımdır. Sən elə bilirsən ki, rahat çevirə bilərsən, amma orada çoxlu məqamlar var ki, onlara diqqət etmək lazımdır. Ona görə asan deyil. Ən çətin məsələn hansı oyuna sual yazmaqdır sizə görə? Yəqin ki, əsas intellektual oyun hesab olunan elə nə harada nə zamandır ki, və nə harada nə zamana sual yazmaq daha çətindir. Biz əslində sual yazmaq bir növ hər hansı bir əsər yazmağa, hər hansı bir bloq yazmağa da bənzəyir. Nəyə görə siz əsər yazarkən də sən Gabriel Garcia Marquez deyir ki, mən gün ərzində uzağı 2 səhifə yaza bilirəm və yarım saata bir cümlə yazıram. Çünki o bir cümləsini yazarkən belə cümlənin hər vergülünü fikirləşir ki, bu söz burada lazımdır, lazım deyil. Sual yazarkən də mən özümüzü Gabriel Garcia Marquezlə bərabərləşdirmirəm təbii ki, amma sual yazarkən də sən hər cümləyə, hər sözə fikir verməlisən ki, bu oynayan adamları başqa yerə aparmasın, onlara başqa ipucular verməsin. Yəni orada məsələn siz ingilis yazıcısı deyirsinizsə, ingilis sözünün bir mahiyyəti olmalıdır, yoxsa o ingilis sözünü deməyinizin heç bir əhəmiyyəti olmamalıdır. Ona görə çox zərgər dəqiqliyi lazımdır, bəli. Hər cür detala baxmaq lazımdır ki, oyunçular da o sualı bəyənsinlər. Bu belə mən bunu nəyə bənzədirəm? Bəzən mən bəzi mahnılara qulaq asıram və çox bəyənirəm. Sonra girib kommentlərə baxanda görürəm kimsə bir professional adam yazır ki, burada səs yaxşı deyildi, falan şey yaxşı deyildi. İndi sual da elədir ki, tamaşaçılar məsələn o sualda bəlkə də onu hiss eləmirlər, amma oyunçular sənin sualında problem varsa dərhal deyəcəklər ki, o hissəsi yaxşı deyildi, bu hissəsi yaxşı deyildi. Ona görə professional bir kütləyə nəsə verəndə gərək hər detalına onun baxasan. Səbuhi, indi bizim efirimizdə çox qısa bir reklam olacaq və sizə şans yaranır ki, düşünəsiniz ki, bu vaxta qədər özünüzün yazdığı və çox xoşunuza gələni özünüz də kənardan baxıb demisiniz ki, nə qəşəng sual yazdım. Reklamdan sonra işləyəcəyik. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Bugünkü həmsöhbətim 4-cü yüksəliş müsabiqəsinin qalibi Səbuhi Göyüşovdur. Biz Səbuhi ilə birlikdə müzakirə edirik ki, intellektual oyunlar ümumiyyətlə analitik düşüncəyə, sürətli qərar verməyə, karyeraya, biznes qurmağa necə təsir göstərə bilər. Və orada qalmışdıq ki, Səbuhin özünün yazdığı və ən çox bəyəndiyi sual hansı olub? Mən düşündüm, çox sağ olun, vaxt verdiniz, amma təəssüf ki, bir cavabla sizə gələ bilməyəcəm. Niyə vaxt azdır? Ya vaxt az idi, ya mən nə bilim çox təvəzzökar olub çox sualımı burada səsləndirməliyəm. Əmin deyiləm. Siz sual elədi ki, zövqlər yenə müxtəlif olduğu üçün bəlkə mənim ən bəyəndiyim sual burada səsləndirəcəyim digərləri tərəfindən o qədər də bəyənilməyəcək deyə o riski götürmək istəmirəm. Yoxdur, başqalarını siz niyə düşünürsünüz? Sizin fikrinizi soruşuram. Sizə görə ən yaxşı yazdığınız sual? Mən gəlin biraz yerlibazlıq eləyim ki, mən özüm Qazaxlıyam və yəqin ki, mənim bir çox suallarım adətən hansısa bizim rayonun adət-ənənələri barədə olur, bizim rayondan çıxan şəxslər barədə olur. Ona görə həmin suallarımı daha çox bəyənirəm, özümə daha yaxın hiss edirəm. Bir sualın cavabı Səməd Vurğun olursa daha çox xoşuma gəlir, görə deyəcəklər. Aydındır. Amma oyunlarda da bir o qədər yaxşı nəticə göstərirsən, sual yazmaq qədər, yox? Yəni, demək olar ki, çıxış edirəm, müəyyən uğurlarım olub demək olar. Orada bəs cavabladığınız sizə görə məsələn komandanı son anda xilas etdim, yaxşı böyük töhfə verdim və s. belə nəsə xüsusi yadınızda qalan nəsə olur?
Mən düşünürəm ki, əslində baxın, intellektual oyunların bir çoxu komanda oyunu olduğu üçün mən o qədər də fərdi oyunları sevmirəm. İntellektual oyunlarda fərdi oyunlar da var. Məsələn, elə İctimai TV-nin efirində gedən deyək ki, 61 bu daha çox fərdi intellektual oyundur, amma Brain Ring bu daha çox komanda intellektual oyunudur. Eyni ilə nə harada nə zaman komanda intellektual oyunudur. Mən daha çox komandada olan oyunları sevirəm və bir komanda bir sualı tapırsa, orada bir oyunçunun onu üzərinə götürməsi ki, bu sualı mən tapmışdım və mənim əməyim böyükdür. Bu o qədər də düzgün deyil, çünki istənilən tapılan sual, verilən cavab əslində komanda işidir. Kimsə orada sənə kömək edir, hansı bir ipucunu verirsən, orada hansısa bir məqamda sən töhfə verirsən və tapılan sual komandanın tapdığı sual olur deyə o qədər də burada fərqləndirməyi sevməzdim. Yəni intellektual oyunlarda nə harada nə zamanda Brainingdə sualı oyunçu tapmır, sualı komanda tapır və ya sualı komanda tapmır. Amma komanda üzvlərinin hər birinin yəqin bir rolu var da. Məsələn, mən kənardan baxanda belə hiss edirəm ki, filan kəsin desən fakt bilgisi çoxdur. Filan kəs məlumatları düzgün birləşdirib, yaxşı analiz edə bilir. Yəni kənardan biraz belə və kimsə cəhddir, düyməni tez sıxır və s. Sizin rolu daha çox nədən ibarət olur? Mən daha çox intellektual oyunlarda oynadığım komandalarda sual belə deyək, ipucuları açmağa daha kömək oluram. Bu nə deməkdir? Məsələn, bizdə burada soruşulan məsələ budur. Kim bunun faktını tapa bilir? Kim buna uyğun fakt deyə biləcək? Kim buna uyğun cavabı gətirə biləcək? Yəni bu ona gətirib çıxardır ki, məsələn, nə harada nə zaman fərdi də oynanılır. Fərdi nə harada nə zaman oyununda yəqin ki, mənim uğur qazanmaq ehtimalım çox azdır. Çünki mən özümə sual açıram, amma faktı bilmirəm. Yəni ortada qalır. Mənim komandamda o faktı bilən adam lazımdır ki, o cavabı tapmaqda mənə kömək eləsin. Ona görə dediyim kimi, əslində burada mən özüm məsələn cari iş prosesimdə və s. həmişə komanda işindən, komanda quruculuğundan danışarkən sizin də dediyiniz kimi bu nə harada nə zaman oynanır, məsələn həmişə misal kimi göstərirəm ki, bir komandada yaxşı fakt biliyi olan adam da olmalıdır, bir komandada soyuqqanlı bir kapitan olmalıdır, sonda qərar verə bilsin, bir komandada daha həyəcanlı adamlar olmalıdır ki, o komanda ruhunun aşağı düşməsinə imkan verməsin. Sən sual sayında aşağıdasan, rəqib səndən çox qabaqdadır, o komandanı daim əhval-ruhiyyə versin, ruhlandırsın ki, komandanın narahat olmayın, hər şey yaxşı olacaq. Yəni komanda müxtəlif tip oyunçulardan ibarət olaraq formalaşmalıdır. Bu yəqin ki, komandanın diversifikasiyası bütün iş yerlərindəki komandalara dair. Hə, siz danışdıqca mən baxıram ki, desən hər şey olduğu kimidir. Amma kim mütləq olmamalıdır? Məsələn, o insan olanda artıq siz başa düşürsünüz. Məsələn, o xüsusiyyəti görəndə başa düşürsünüz ki, onu kənarlaşdırmaq lazımdır. Mənim 2 red flagım var burada, 2 qırmızı bayrağım var. Yəni birinci qırmızı bayraq demotivatorlardır. Yəni hər şeyi mən başa qoyanlar. düşürəm. Mən başa düşürəm kimsə qabaqdadır, kimsə bizdən daha yaxşıdır. Amma biz məsələ yəqin ki, həmişə qələbə qazanmaq, həmişə çempion olmaq deyil də. Bu intellektual oyunlarda oyundan həzz almaq, oyundan zövq almaq da önəmlidir və gəlin biz 10-cu olmaq üçün oynayaq, gəlin biz 5-ci olmaq üçün oynayaq. Fərqi nədir? Biz gəlmişik oyundan həzz alaq. Biz özdə şəxsi həyatımızdan bir hissəni bura veririk də. 6-cı bazar günləri olur oyunlar adətən və evdən sən öz ailəndən ayrılırsan, bura gəlsin. Yəni bunun həzz almasına baxaq, demotivasiya eləməyə. İkinci də bayaq bildirdiyim kimi mənim üçün oyun komanda oyunudur. Tapılan sualda kimsə necə tapdım, gördün onu necə dedim və s. eləyirsə, bu artıq bir yerdən sonra ümumi komandanın əhval-ruhiyyəsinə təsir edir. Ona görə bu cür seçilmək istəyən adamları çox dəstəkləmirəm. Əgər sən doğrudan da yaxşısansa, onsuz komanda səni oyundan sonra deyəcək ki, bu gün halaldır, bu gün sən əla oynadın, partlatdın. Amma sən özün onu daim gözə soxmağa çalışırsansa, bəlkə də sən elə fərdi oyun oynasan yaxşıdır. Bu işdəki komandanıza da aiddir. Məhz bu iki xüsusiyyət olan insan, hətta yaxşı peşəkar belə olsa onu kənarlaşdırırsınız. Yəni mən işdə kənarlaşdırıram. Bəli, kənarlaşdırıram. Bunu yəqin demək problem deyil. Sırf məsələ işdə siz işdə də belədir də, məsələ texniki biliklər var və yumşaq bacarıqlar var. Texniki biliklər və yumşaq bacarıqlar hamısı bir-birini tamamlamalıdır. Əgər bir şəxs texniki biliyi çox yaxşıdırsa, amma yumşaq bacarığı o deyilsə, deyək ki, biz bir tapşırığımız var, bizim çox ağır bir deadline'ımız var və biz bu deadline ərzində çatdırmalıyıq və mənim daim demotivasiya ki, biz çatdırmayacaq. Və ya çatdıracaq ki, çatdırdın nə oldu ki? Kim baxdı? Kim buna görə sənə sağ ol dedi? Neynədi? Bu artıq hər komandada var imiş belə adamlar. Bəli. Tanışdı çünki, bəli. Ağlınızda bir nəfər canlanır. Hər Mənim də kəsdə. ağlımda 2-3 nəfər canlanır. Və elə sizdə əməkdaşlar olanda artıq onları çıxartmaq haqqında düşünürsüz. Yəni çıxartmaq haqqında deməyək, yəqin ki, bir rəhbərin birinci etməli olduğu şey çıxartmaq deyil. Birinci etməli olduğu şey onu düzəltməyə çalışmaqdır. Ona feedbacklər vermək, geri dönüşlər etmək və onun etdiyinin komandaya
mənfi təsirini göstərməyə çalışmaqdır. Bu adam əgər sənin ona verdiyin geri dönüşlərdən bir nəticə çıxarmırsa və daimi şəkildə komanda ruhunu aşağı salırsa, biz günün sonunda bizim məqsədimiz komandamızdan maksimum nəticə almaqdır və mən düşünmürəm ki, demotivasiya olunmuş bir komanda maksimum nəticə verə bilər. Uzun müddət məsələn intellektual oyunlarda iştirak etməyiniz bu peşəkar həyata birbaşa olaraq necə təsir edir? Məsələn siz yəqin ki bunu təhlil edirsiniz də. Hə bu əslində məndə bu xüsusiyyət oyunlardan gəlir. Məsələn bunlar hansılardır? Buna nə deyə bilərəm? Mən xüsusilə burada intellektual oyunlarda 60 saniyə ərzində sən sual tapmalısan. Çox qısa bir müddətli böyük bir təzyiq var və o təzyiq ərzində sən hər hansı bir nəticə verməlisən. Bu məsələn peşəkar həyatda çox sıx deadline-larda sənə rahat işləməyə, sən özünü itirməməyə gətirib çıxardır. Bundan əlavə eynisini mən komanda işində daha rahat olmaqda deyə bilərəm. Bəzən bəzi adamlar olur, onlar tənha canavarlar deyirlərdi. Onlara komandada tək işləyirlər, alınmır onların bir komanda ilə uyğunlaşması. Amma kimsə nə harada nə zaman oyununda oynayırsa, yəqin ki onun komandada işləməsi çox daha rahatdır. Və bundan əlavə xüsusilə siz əgər nə harada nə zamanla uzun müddət məşğul olursunuzsa, siz artıq televiziyaya da çıxa bilirsiniz, televiziyada brainingdə oynayırsınız, nə harada nə zamanda oynayırsınuz və s. Bu artıq sizin bir növ özgüvəninizi də gətirir və gələcəkdə siz bu tipli rəhbərlik qarşısında hər hansı bir təqdimat eləyəndə və ya hər hansı belə bir həyəcanlı məqamlarda daha az həyəcanlana bilirsiniz. Çünki belə deyək də, siz 3 ay bundan qabaq DJ Fatih qarşısında danışmışsınız, sizin rəhbərlik qarşısında danışanda o qədər də eyni effekti verir olsa belə sizin artıq bir təcrübəniz var. O qədər çətindir Fatihin qarşısında danışmaq. Müdirin qarşısında danışmaq qədər 5 kamera çəkəndə Fatihin qarşısında danışmaq daha çətindir. Aydındır. Bəs yüksəliş müsabiqəsinə necə təsir etdi? Yəqin orada artıq çox oyun tez-tez uduzmaq bu da bir rahatlıq gətirdi. Məsələn digər oyunlarda bu artıq təcrübə yığılandan sonra. Mən bəli, bunu yaxşı vurğuladınız. Biz elə indi ictimainin binasındayıq. Mən həmişə bunu deyirəm. Mən tələbə dönəmimdə də ictimaidə gedən intellektual oyunlarda iştirak edirdim və burada ictimai binasından çıxıb 20 yanvar metrosuna gedən yol mənim üçün adətən kədərli notlarla tanışdı. Çünki mən oyunda uduzmuş şəkildə gedirdim və bu artıq mənə məğlubiyyət hissini aşıladı və mənim üçün artıq hər hansı bir oyunda məğlub olmaq dünyanın sonu deyil və bu yaxşı bir şeydir əslində. Çünki sən peşəkar karyeranda da həmişə uğur qazanacaqsan deyə bir şey yoxdur. Həmişə səni tərifləyəcəklər, həmişə hər şey əladır deyəcəklər. Elə bir şey yoxdur. Bəzən doğrudan da sənə qarşı müəyyən haqsızlıqlar ola bilər və s. Amma bu oyunlar, bu məğlubiyyətə öyrəşmək artıq sənə onları öyrəşdirir. Çünki sən bu gün məğlub olursan, amma sabah yenidən motivasiya tapıb yenidən o oyuna qatılmalısan və yeni bir günə yeni bir həvəslə başlaya bilirsən. Eynisi yüksəlişdə məsələn mən 3-cü yüksəlişdə finalda uduzanda bu hiss mənə tanış idi. Çünki mən dəfələrlə intellektual oyunların finalında uduzmuşam, hissi bilirdim. Mən bilirdim ki, çox kədərliyəm və bu 3-5 günə gedəcək. Qalibiyyətə bir addım qalmış. Hə, bəli, finalda uduzmuşam. Amma bilirdim ki, 3-5 günə bu mənə gedəcək və artıq mən o kədərin qəbul etmə mərhələsi. Mən artıq bundan barışacağam. Mən artıq buna həll yolları axtarmağa çalışacağam. Növbət dəfə nəyi yaxşı eləyə bilərəm, onlar üzərində fokuslanacağam. Ona görə bu tərəfdən xüsusilə təsir edir. Bir də yəqin ki, intellektual oyunlar oynayan şəxslərin bazı intellektual məlumatları olur ki, o da məsələn, təbii ki, mən bir sığorta mütəxəssisiyəm, mənim və hüquqşünasam. Mənim yaxşı bildiyim sahələr yəqin ki, mülki hüquq və sığortadır daha çox. Amma siz intellektual oyunlarda oynayanda bir çox sahələrdən məlumatlar bilə bilirsiniz və ona görə bir çox sahələrdən sizə kazuslar verdikdə, yüksəlişdə də çox fərqli kazuslar olur. Demirəm siz həmin sahənin eksperti qədər bilirsiniz, amma ən azından həmin sahədə işlərin necə getdiyi barədə digərlərinə nisbətən daha çox fikriniz ola bilir. Ona görə bu tərəfdən də xeyri var, faydası var bəli. Yüksəlişdə məsələ bu hər tərəfli olmağınız sizi qısa müddətdə qərar vermək yəqin ki, hər tərəfli olmaq başqa nə qalib etdi? Başqa nə qalib etdi? Çox maraqlı sualdır. Mən düşünürəm ki, nəticə yönümlülük də burada mənə fayda verdi. Bu da intellektual oyunlarla əlaqəli olan bir məsələdir. Və bir də yəqin ki, ünsiyyət bacarıqları mən bunu bildirərdim. Mənim üçün baxın elə intellektual oyunlarla əlaqəlidir. Mənim üçün səbuhinin öndə olması önəmli deyil. Mənim üçün komandanın qalib gəlməsi önəmlidir. Tam səmimisiz bunu deyəndə. Çünki oyunlarda çox iştirak edən insan deməli qalib olma hissi onda çox güclüdür də. O nəyisə nail olmaq istəyir, özünün öndə olmasını istəyir komanda vasitəsilə. Amma tam deyəndə ki, mən özümü heç o qədər də önə qoymuram, biraz mənə elə bir səmimi gəlmir.
Əslində təbii ki, siz oyuna qatılırsınızsa, müəyyən qədər siz özünüzdə özünü tanıtmaq istəyirsiniz də. Yəni televiziyaya qatılırsınız və s. təbii ki, bunlar önəmlidir və kimsə gəlib oyundan sonra sən çox yaxşı oynadın deyəndə bu təbii ki, sənə verilən müsbət hissdir. Amma mən düzü düşünürəm ki, bəlkə insanlar fərqlənir. Mənim üçün ən fərqlənən olmaq, hamıdan fərqlənmək, hamıdan çox qabaqda olmaq, bütün fikirlərin səndə olması və s. bu ola bilər daha mənim xarakterimə uyğun deyil və orada da məsələ nədir? Siz insanlar gərək öz xarakterlərini bilərək oynasınlar. Mən bu xarakterimi bilərək oynayıram ki, mən önə çıxmaq istəyəndə bəlkə də çıxa bilərəm. Amma onda mən səbuhi yox, başqa bir xarakterə bürünürəm və tanımadığım xarakterdə oynayanda mənə daha çətin olacaq. Orada daha çox səhvlər buraxacağam. Gəl ondansa mən öz bildiyim səbuhi kimi oynamağa davam edim. Hansı səbuhi ki, komandanın tərkibində olmaq onun üçün okeydir və onun üçün komandanın uğuru daha önəmlidir. Yəni siz belə deyim də, gəlin intellektual oyunlardan yenə nümunə göstərim, danışırıq. Biz 35 sual tapan komanda qalib olur. 15 sualı səbuhi tapıb, ümumi komanda 20 sual tapıb, biz qalib olmayacağıq. 10 sualı səbuhi tapıb, komanda 36 sual tapıb, biz qalib olacaq. Mənim üçün o daha önəmlidir. Nəinki mən 15 sual tapdım, komandanın ulduzu oldum. Son nəticədə məsələ qələbə qazanmaqdır da yəqin ki. Razıyam. Səbəbi biz məsələn deyək ki, televiziyadan izləyənlər olur da oyunları. Adam məsələn bəzən düşünür ki, bu da çox asan sual idi. Niyə bunu oyunda olan tapa bilmədi və s. Səndə müəyyən fikirlər yaranır. İndi sizcə siz də televiziyadan izləyəndə və ya orada oynayanda bu doğrudanmı belə kəskin fərq olur onun arasında, yoxsa əslində elə artıq vərdiş varsa o qədər də fərqi yoxdur? Asan sualı tapanmadı əslində yaxşı kommentdir. Mənim bir çox rayonda olan qohumlarım, yaxınlarım adətən bu fikri bildirirlər ki, siz də səbuhi deyirsiniz, o sadə sualı tapa bilmədi, nə eləmədi. Amma oyunun həyəcanı anında bəzən doğrudan bəzi asan suallar sən sadəcə fikirləşə bilmirsən. Mən bayaq dediyim məsələ 5 kamera səni çəkəndə bəzən sən eyni reaksiyanı verə bilmirsən və düzdür. Çox asan suallar olur, çox ortada olan suallar olur və sən bunu heç düşünə bilmirsən və sonra kədərlənirsən ki, niyə tapa bilmədin bunu. Bəzən də çox çətin suallar tapırsan. Mən o zaman tövsiyə edəcəm onda o çox çətin tapılan sualları nəzərə alsınlar. Həmin həyəcanda çətin suallar tapa bilir. Yəni dediyim kimi oyundur. O kədərlənməmək lazımdır. Hər növbəti aparıcı növbəti sual deyəndə sən də növbəti səhifəyə keçməlisən. Əvvəlki suala bu çox asan deyil amma. Təbii ki, asan deyil. Bu yəqin ki, real həyatda da asan deyil onsuz da. Yəni sən hər gün növbəti günə başlaya bilmirsən. Əvvəlki gündə etdiyin səhvlərin səni buraxmır, səni narahat eləyir və bir çox hallarda da elə o əvvəlki gündə buraxdığın səhvlərinə görə növbəti günlərdə uğur qazana bilmirsən, olur. Eyni məsələdir də. Əvvəlki sualları tapmadığına görə növbəti sualları tapsan da qalib olmaya bilərsən. Amma yəqin ki, sən növbəti artıq sənin keçmişlə edə biləcəyin bir şey yoxdur. Ondan dərs çıxarıb növbəti suallara fokuslanmalısan. Yəni onu müzakirə etdin. Yaxşı sual deyildi, bunu tapa bilərdik. Nə dəyişəcək? Keçmişə səyahət maşınımız yoxdursa heç nə. Bəli. İntellektual oyunlarda birbaşa oynayanlar qədər onu televiziyadan izləyənlərə də sizcə bir o qədər faydası olur bunun, yoxsa? Məncə bəli, olur. Ən azından düşünürəm ki, faydalı kontentdir. Televiziyada olan ən faydalı kontentlərdən biridir yəqin ki. Çünki bizə dünya görüşü verir və mən bunun nəyini sevirəm, belə deyim, dünya görüşü baxımından. Sizin istənilən girdiyiniz mühitdə introvert və ya ekstrovert olmağınızdan asılı olmayaraq dünya görüşünüz müəyyən qədər olduqda həmişə aça biləcəyiniz söhbət, qoşula biləcəyiniz söhbət var. Bəzi söhbətlərdə siz daim sakit qıraqda qalmamalısınız. İntellektual oyunlar sizə bir çox məqamlarda hansısa məsələlər barədə fikir bildirmək imkanı yaradır. Ona görə izləmək də təbii ki, çox yaxşıdır. Mən hətta izləyib çox maraqlı olan insanlara qatılmağı da tövsiyə eləyərəm. Çünki mən düşünmürəm ki, biz o oyunları oynayırıq deyə kimlərdənsə daha ağıllıyıq. Kimlərdənsə sadəcə daha çox təcrübəliyik, daha çox oynamışıq. Ona görə biraz texniki məqamları daha yaxşı bilirik. Bəs yaş faktoru nə qədər önəmlidir? Məsələn, kimsə 20 yaşında qoşulursa, kimsə 45-50 yaşında qoşulursa, nə fərq olur onda? Təbii ki, əgər siz əvvəldən başlamısınızsa, bu zaman sizdə daha yaxşı olacaq. Çünki sizin beynin işləmə mexanizmləri 15 yaşında beyninin saflığıyla 35 yaşında yüklənmiş beynin saflığı eyni deyil. Daha çox bilik əldə edə biləcəksiniz, daha çox vaxtınız var və sizin yəqin ki, ailə qayğılarınız və s. daha azdır, daha çox fokuslana bilirsiniz intellektual oyunlara. Amma yəni 35 yaşında qatılmaq gecdimi? Mən daha gec yaşlarda qoşulub yaxşı sual müəllifləri olan adamlar, normal intellektual oyunçular tanıyıram, yəni bu da mümkündür. Yaxşı oyunçu həmişə sonra yaxşı müəllifə çevrilir? Xeyr, tam da elə deyil. O tənqidçi və
ədəbi əsər müəllifinə bənzəyir. Yəni yaxşı oyunçu ola bilərsən, amma yaxşı sual müəllifi olmaq üçün biraz duyumun olmalıdır. Daha başa düşməlisən ki, kütlə nə istəyir, insanlar nə istəyir. Bəs bir də maraqlıdır ki, məsələn HR-lar bu gün nə qədər sən işə qəbul edərkən baxırlar ki, intellektual oyun təcrübən varmı ya yoxdur? Bu onlar üçün əhəmiyyətlidir sizcə? Məncə deyil. O da nəyə görə sizə bildirim? Çünki real intellektual oyunçu ilə məncə real olmayanı fərqləndirmək çox artıq çətindir. O da nə mənada deyəcəm? Çünki intellektual oyunlar Azərbaycanda xüsusilə geniş vüsət alıb və bizim hər birimiz, yəqin ki siz də müəyyən bir həyatınızın müddətində intellektual oyun oynamısınız, getmisiniz, gəlmisiniz və çox təəssüf ki, CV-lərdə hamımız hobbilərə intellektual oyunlar oynamaq yazırıq. Mən HR necə müəyyənləşdirsin ki, bu adam real məsələn, atıram, Səbuhi kimi 15 il mi oynayır, yoxsa 5 ay, 3 ay mı məşğul olubdur? Ona görə o qədər də mən inanmıram ki, HR bunu müəyyənləşdirə biləcək. Amma yaxşı intellektual oyunçudursa, doğrudan yaxşı deyəndə, yəni təcrübəsi varsa, bayaq dediyim məqamlara əsasən HR sizi sıxışdıracaq, HR sizə elə suallar verəcək və o sualların cavablarından siz çıxa biləcəksiniz intellektual oyunlardan olan təcrübənizə əsasən. Ona görə müəyyənləşdirmək çətindir. Bəlkə də müəyyənləşdiriləndə hə, o əhəmiyyətli olar. Mən özüm gördüyüm əksər CV-də görürəm intellektual oyunlar oynamışam, hobbi kimi məşğul olmuşam. İndi mən də uzun müddətdir bu sferadayam və az çox tanıyıram da insanları. Mən tanımıram həmin adamı. Məsələn, onun hobbilərin arasında intellektual oyunlar oynamaq var. Yəqin ki, o universitet liqasında oynayıb, yəqin ki, öz aralarında necəsə oynayıb. Demirəm oynamayıblar. Ciddi qəbul etmirsiniz amma onları. Ciddi mən hobbi Mən kimi bir çoxunda yazırsansa bunu müşahidə etmişəm. Uzun illər oynayanlar məsələn deyir ki, o kimdir, mən heç onu tanımıram. O necə oyunçudur ki, mən onu tanımıram. Məsələ deyirlər. Mənə elə gəlir ki, hobbi kimi yazmısansa biz tanımalıyıq. Yəni hobbi kimi yazma onu, yəni okey, məşğul ol. Amma hobbi, ciddi məşğuliyyət kimi bəzən hətta mən CV-lərdə intellektual oyun hansısa bir çempion falan görürəm. Yəni o yazdığı çempion hissəsi çox böyük uğurdur da. Yəni yazır ki, məsələn, nə harada nə zaman üzrə çempion. Aha. Nəyin çempionu yoxdur? Evdəkilərlə televiziyadan baxanda çempion gəlir. Nəyin çempion? Mən özüm məsələn nə harada nə zaman üzrə çempion titulum yoxdur. Ona baxıram ki, tanımadığım bir adamda bu titul var. Özümə maraqlı gəlir və istəyirəm ki, nəsə yəqin ki, universitet liqasında və sair də olubdu deyə tanıyıram. Bəs oyun oynamaq çox davamlı. Bunun həmişə ancaq müsbət tərəfləri var, yoxsa səndən həm də nəsə alır bu? Təbii ki, səndən nəsə alır. Onun mənfi tərəfləri, xüsusilə yaş artdıqca ailə məsələləri var ki, baxın, oyunlar 6-cı bazar günləri baş verir və siz 6-cı günü adətən öz ailənizə ayırmaq istəyirsiniz, amma bizdə oyunlar başlayır 10-da, 11-də və 5-6-ya qədər çəkir və bu artıq sən öz şəxsi həyatından bir ola kost qoyursan da, bir xərc çəkirsən onun üçün. Mən bir çox məqamda bunu deyirəm. Mənə elə gəlir həyatda hər şey cost benefit üzərində qurulur da. Nəyəsə xərc çəkirsən və onun qazancın nədir burdan? Burdan sənin qazancın sadəcə şəxsi aldığın zövqdür. Mən sizi inandırım, heç kimə o çox kubok qazanmaq, oradan bir maddi gəlir də belə böyük bir şeylər yoxdur. Xırda mükafatlar, 3-4 kitab, yəni belə böyük mükafatlar yoxdur orada. Amma şəxsi zövq alırsan burdan. O kostu həmişə var. Çox intellektual oyunlar içərisinə girmiş adamlar professional karyeralarını unuda bilirlər. Bunun özü böyük bir riskdir. Yəni onlar artıq, məsələn mən hüquqşünasam. Mən yəqin ki, birinci hüquqi kitablar oxumalıyam, birinci qanunvericilikdə dəyişikliklərə baxmalıyam, Konstitusiya Məhkəməsinin qərarlarından tanış olmalıyam. İkinci perspektivdə mən yəqin ki, gedib 18-ci əsr, nə bilim, Britaniyasında qadınların geyimləri barədə hansısa bir məqalə oxuya bilərəm. Amma mən bunu birinci hissəyə keçirdib, ikinci hissəyə hüququ qoyanda bir yerdən sonra mən professional karyeramda nə qədər inkişaf eləyə biləcəm? O sual yaranır. Ona görə yəqin ki, balansı tutmaq lazımdır. Bəli, mən yəni sən əgər balansı saxlaya bilirsənsə aludəçi ol, amma balansı saxlaya bilməyəcəksənsə çox da tövsiyə etmirəm. Bəs analitik düşüncəni falan zəiflətmir. Çünki mən belə fikirlər də eşitmişəm ki, həddən artıq o dediyiniz o balansı keçəndə bu belə mənfi təsirdə ola bilər. Nədə ola bilər? Analitik düşüncədə deməzdim, bəlkə də geniş vizyonda ola bilər. İntellektual oyunlarda çünki sizin oyun zaman o geniş baxış, ümumi strateji düşüncə və s. bunlar çox da intellektual oyunların səmimi olsaq tərkib hissəsi deyillər. Strateji düşüncə deyil. Baxın, strateji düşüncə daha çox məncə analitik qabiliyyət və məntiqi cavab çıxarmadır. Orada hansısa bir üzr nə harada nə zaman sualını tapmaq üçün strateji düşüncəyə məncə çox ehtiyac yoxdur. Bəlkə də yanılıram, amma məncə yoxdur. Ona görə bu ümumi vizyonda və strateji düşüncədə və s. də bu sizi çox fokuslanmanız orada sizin daha ləngimənizə gətirib çıxara bilər. O da dediyim kimi də əgər siz balansı qoruya bilirsinizsə problem olmayacaq. Bəs hansı sahədən gələnlər adətən intellektual oyunlarda daha uğurlu olurlar?
Yəqin ki, humanitar sahədən gələnlər daha uğurludular. O da bazı səbəb budur ki, abituriyent vaxtı daha çox tarix oxuyurlar, coğrafiya oxuyurlar, ədəbiyyat oxuyurlar və intellektual oyunlarda adətən suallar belə deyək də riyazi düsturlar deyil də, kiminsə şəxslərin həyatından, romanlardan, tarixi hadisələrdən və sairədən olur. Buna görə onlar dəqiq elmlərə nisbətən 1-0 yəqin ki, qabaqda başlayırlar, amma dəqiq elmlərlə də məşğul olub kifayət qədər çox yaxşı olan intellektual oyunçular var. Böyük bir üstünlük deyil, amma daha qabağa çəkir onları. İndi ola bilər ki, bax kimsə dinləyir və o həyatında heç vaxt intellektual oyunlarda iştirak etmir, amma sizin danışdıqlarınızdan sonra həvəsləndi və o da necəsə bu karyeraya başlamaq istəyir də. Sizcə hansı oyundan başlasın? Nələr izləsin, nə oxusun? Ümumiyyətlə necə etmək olar bu? Və hara nədən asandan yəqin çətinə doğru getmək lazımdır? Ən asanı, ən çətini necədir ardıcıllıq? Yəqin ki, kimsə bu intellektual oyunlarda həvəsi yaranıbsa, o adam artıq müəyyən qədər mütaliə edən və s. edən insandır ki, onun bu məsələlər ona maraq çəkir və o zaman əslində dayanmağın bir mənası yoxdur. Bəli, o dərhal intellektual oyunlara başlaya bilər. İntellektual oyunlar arasında mən hansısa çox asan, hansısa çox çətin deyə ayırmazdım. Yəni hər oyunun özünün öz spesifikası var. Nə harada, nə zamanın asan olanları var, çətin olanları var. Siz birbaşa Azərbaycan çempionatına getsəz, orada çətin suallar var. Siz amma hansısa belə deyək, daha regional turlara getsəz, daha hissəvi çempionatlara getsəz, lokal çempionatlara getsəz, orada daha asan suallar olacaq. Yəni ona görə orada mən ilk tapa bildiyi intellektual oyuna hətta başlamalı deyirəm. İndi hal-hazırda bizdə Azərbaycanda daimi quizlər keçirilir. Quizlərə qatıla bilər və quizlərdə özünü yoxlaya bilər. Çox yaxşıdır ki, bu son dövrlərdə xüsusilə dövlət dəstəyi də burada artıbdır. Bir çox intellektual yarışlar artıq dövlət dəstəyi, qrantlar və s. ala bilirlər və keçirilə bilirlər. Bunda da sosial şəbəkələrdə intellektual oyunlar barədə axtarış etməklə o tapıb iştirak edə bilərlər. Yəqin ki, mənim ad çəkməyim düzgün olmaz, amma onlar axtarsalar intellektual oyunlar görəcəklər onu və birincisinə qatılsınlar. Yəqin ki, oralarda məni görəcəklər. Yaxınlaşıb sual da verə bilərlər, cavablayaram. Yüksəlişlə bağlı sizə yaxınlaşıb sual verəndə ki, necə oldu qalib gəldiniz, özümüzü necə inkişaf etdirək, nə oxuyaq, xüsusən də indi 6-cı yüksəliş müsabiqəsinə qoşulmaq istəyənlər üçün nə demək lazımdır? Nə deyirsiniz adətən? Yüksəlişə hazırlaşmaq üçün mən adətən bu sual verəndə insanlar bilsin nə gözləyirlər. Bir kitab adı deyəcəksən, aç o kitabı oxu və bütün sirlər ordadır. Sən artıq o kitabı oxusan biləcəksən ki, qalib olacaqsan. Mən yəqin ki, məsələn, bizə radio qulaq asanlardan başqa bu video mən bildiyim qədərilə Yüksəlişin YouTube səhifəsində də yüklənir və əgər kimsə məsələn YouTube səhifəsində açıb artıq biz uzun müddətli danışırıq, bu hissəyə gəlibsə, o artıq Yüksəlişin qalibi olmaq üçün nələrsə edir. Əvvəlki yüksəliş qaliblərinin təcrübəsinə baxır və öyrənməyə çalışır. Mən həmin adama deyə bilərəm ki, sən düz yoldasan. Sən bax əvvəlki yüksəliş qaliblərinin müsahibələrinə, təcrübələrinə gör, onlar nələr ediblər. Bundan əlavə yüksəliş turnir olaraq, bir yarışma olaraq elə bir yarışmadır ki, o həmin günü qiymətləndirmir. O sənin indiyə qədər yığdığın həyat təcrübəsi orada bir rol oynayır. Yəni sən əgər kifayət qədər çox rəhbərlik təcrübən varsa, kifayət qədər ağır məqamlarda, çətin situasiyalarda, həyəcanlı, stresli məqamlarda olmusan, bunlardan çıxmısan və burada nələr etmək lazım olduğunu bilirsənsə, bir çox layihələrin içərisində olmusansa və indiyə qədər özün doğrudan da kitablar oxuyursansa, idarə etməklə əlaqədar ola bilər. Hətta sizə deyim bədii kitablar belə oxuyursansa, sən artıq yüksəlişdə yəqin uğur qazana biləcəksən. Bəs bu çətin vəziyyətlərə düşməyibsə, stressdə olmayıbsa, həyəcanlı, bu udmaq şansı yoxdur belə insanların? Daha az deyirəm. Mən demirəm onlara udmaq şansı yoxdur. Sadəcə kitab oxumaqla siz onlara hazırlaşa bilməyiniz nə qədər alınacaq, məndə o sualdır. Mən məsələn, biz indi qaliblərin bir çoxlarını tanıyanda, onlarla ünsiyyətdə olanda görürsən ki, bu insanlar real şəkildə doğrudan da layiq adamlardır. Bu adamlar doğrudan da, siz təsəvvür edin belə deyim də, bir nəfər real bütün onların hamısını yaşayıb, bir nəfərsə nəzəri olaraq bilir, praktiki heç bir tərəfi yaşamayıbdır. Təbii ki, nəzəri olaraq bilənin də qalib gəlmə ehtimalı var, nəsə demirəm. Amma yüksəliş bizdən nəzəri biliklər soruşmur, axı yüksəliş bizi praktikanın içərisinə qoyur. Sizi xüsusilə yarımfinal və finalda sizə kazuslar verib komanda içərisində praktiki olaraq sizdən nələri etmək istəyir. Onda yəqin ki, praktiki təcrübəsi olan adam o komandada daha rahat nəticə göstərəcək. Nəinki nəzəri olaraq bilən adam. Hətta çünki nəzəriyyə situativ hər vəziyyətə necə hazırlaş onu vermir. Müəyyən vəziyyətləri verir sadəcə. Bir də nəzəriyyənin hamısı nə qədər bizim reallığımıza tətbiq edilə bilər. Suallardan biri də budur. Bizim bir çox oxuduğumuz nəzəri kitablar
idarə etməklə əlaqədar ən öndə gedən şəxslərin yazdığı ədəbi nümunələr, onlar bir çoxları yəqin ki, daha ideal iş mühitləri üçündür, yəqin ki, daha kapitalizmin çox inkişaf etdiyi yerlər üçündür. Hər bir ölkənin öz real nümunələri var və hər bir ölkədə daha fərqlənir bu nəzəri məsələlər. Yüksəlişin məsələn kazuslarında, yəni final kazuslarında onlar sizə xəyali bir Amerika Birləşmiş Ştatlarının bir hansısa bir nə bilim öndə gedən startap şirkətinin idarə heyəti siz demirlər. Onlar sizə deyirlər ki, Azərbaycanda fəaliyyət göstərən və çox önəmli məqsədləri olan bir dövlət qurumunda işləyirsiniz və ya bir hər hansı bir özəl müəssisədə işləyirsiniz. Bu artıq real nümunədir və yerli nümunədir. Bu yerli nümunənin cavablarının bir çoxunu siz baxdığınız bahalı xarici nəzəriyyə kitablarında tapmayacaqsınız. Praktikadan tapıb əldə edəcəksiniz. Ən çox belə fərqi nədə müşahidə eləmisiniz? Məsələn, xarici ədəbiyyatlar bunu deyir, şirkətlərin idarə etməsində. Amma bizdə o işləmir. Bu məşhur bir video yayım şirkəti ilə əlaqədar kitab var. Yəqin eşitmisiniz o kitabı. Belə deyək də, abunəlik qarşısında xidmət aldığımız bir video şirkətdir və hamı o kitabı çox tərifləyir. Mən özüm də o kitabı oxumuşam və o kitabdan nümunələr çox göstərilir. Amma siz o kitabda bir 9-10 baza prinsip var. Siz o 9-10 baza prinsipi oxuyub gedib rəhbərinizlə danışın. Mən əminəm ki, son iş gününüz olacaq. Əminəm ki, sizin rəhbəriniz o qədər də xoş reaksiyalar verməyəcək. Çünki orada baş verənlər başa düşürsən ki, Silikon vadisində bunlar baş verə bilərlər. Bunlar mən sizə inandırım ki, Silikon vadisindən kənar ABŞ-ın başqa şirkətlərində də baş verməz, nəinki yerli nümunələrdə. Onda onları oxumayaq ümumiyyətlə. Yo, niyə oxuya bilərsiniz? Oxumaq lazımdır. Ona görə oxumaq lazımdır ki, siz ən azından hara getməli olduğunuzu bilirsiniz. Bilirsiniz ki, bizim son gəlmək istədiyimiz nöqtə buradır. İndiki nöqtəmizi amma orayla eyniləşdirməyək də, başa düşək ki, biz ora getməyə çalışırıq, orada deyilik hələ. Aydındır. Səbit, təşəkkür edirəm Çox ki, sağ bugün olun, buradaydınız. Çox xoş oldu sizinlə ünsiyyətdə olmaq. Biz bugün 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Səbuhi Göyüşovla danışdıq. Onunla birlikdə həm yüksəlişdəki qalibiyyətini müzakirə etdik, həm də intellektual oyunlar onun iş həyatına necə təsir edib bu haqqda danışdıq.